Yanvarın 1-dən fevralın 1-nə qədər olan müddət çərçivəsində əmək müqaviləsi ilə çalışan vətəndaşların sayı 21.500 nəfər azalıb. Bunlardan 3.300-ü dövlət, 18.200-ü isə özəl sektorun payına düşür. Özəl sektorda əmək müqavilələrinə xitam verilməsi vergi məcəlləsinə əsasən mikrosahibkarlarla bağlı güzəştlərin tətbiq olunması ilə əlaqədardır. Belə ki, yeni dəyişikliklərə əsasən illik dövriyyəsi 45.000 manatdan çox olmayan mikrosahibkarlar gəlirlərində 70% güzəştdən istifadə edirlər. 2024-cü ildə o mikrosahibkarlara güzəştlər tətbiq olunurdu ki, onların işçi sayı 3 və daha artıq olsun. Artıq işçi sayı ilə bağlı tələb yoxdur. Yəni, həmin mikrosahibkarlarımızın dövriyyəsi 45.000 manatdan çox deyilsə, o halda 3 işçi olmadan, yəni 3 əmək müqaviləsi bağlanmadan belə həmin güzəştlərdən istifadə edə bilirlər və gözlənir ki, güman olunur ki, məhz bu səbəbdən mikrosahibkarlar 2024-cü ildə bağladıqları əmək müqavilələrinə xitam veriblər və bu da təbii ki, özəl sektorda əmək müqavilələrinin sayının azalmasına gətirib çıxar. Dövlət sektorunda əmək müqavilələrinin azalması struktur islahatları ilə bağlıdır ki, bu da əmək müqavilələrinin sayına təsir göstərib. Əmək müqavilələrinin sayının azalmasının digər səbəbi isə bizdə əmək müqaviləsi olmadan işləyənlər çoxdur. Ailə kənd təsərrüfatlarında belə müqavilələr bağlamaq mümkün deyil. Və yaxud bizdə minlərlə qeyri-rəsmi əmək kollektivləri var da, məsələn, ev tikirlər, ev təmir eləyirlər, bir iş icraçısı 3-4 nəfəri toplayır. Bunlar heç yerdə qeydiyyatdan keçməyib, kölgə iqtisadiyyatının nümayəndələridir. Halbuki o qədər də pis olmayan qazancları var, amma qazancdan yayınırlar. Bütün bunlar legallaşarsa əmək müqavilələrinin sayı kifayət qədər arta bilər. Elə əmək müqavilələri də var ki, qanunvericiliyi ilə müəyyən olunub, amma onlayn sistemdə qeydə alınmır. Əmək müqavilələrinin ləğv olunması və bağlanması dinamik prosesdir. İlin sonuna doğru bəzi müqavilələrin müddəti bitir və bu səbəbdən xitam verilir. Eyni zamanda süni bağlanan əmək müqavilələri də var ki, onlara da ehtiyac olmadığı təqdirdə xitam verilir. Bir şəxsin bir neçə iş yerində çalışması halları da olduğundan müqavilə sayı süni sürətdə artır. Bu baxımdan həmin müqavilələrə də xitam verilir. Mütəxəssislər isə qarşıdakı aylarda hazırki statistikanın əks göstərcisinin də müşahidə edilə biləcəyinin mümkün olduğunu deyirlər.